Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili Kvumokartli bölgəsində işgüzar səfərdə olub. Səfər çərçivəsində nazir Kvumokartlidə dövlət nümayəndəsi İlya Calağanya ilə birlikdə dövlət dəstəyi ilə yaradılmış və inkişaf etdirilmiş kənd təsərrüfatı müəssisələrinə baş çəkib. David Sonqulaşvili Qardabani bələdiyyəsində yerləşən Marneli şərab zavodu ilə tanış olub. Burada şərab və spirtli içkilərin istehsalının tam dövrü ilə yaxından maraqlanıb. Dövlət tərəfindən dəstəklənən və maliyyələşdirilən layihələr məhz buna xidmət edir. Səfərimizin məqsədi bir tərəfdən dövlətin dəstəyi ilə yaradılmış müəssisələrlə tanış olmaq, digər tərəfdən isə fermerlərlə yerində görüşərək onların ehtiyaclarını dinləməkdir. Biz onların hansı çətinliklərlə üzləşdiyini, hansı imkanları mövcud olduğunu və onlara daha çox necə dəstək ola biləcəyimizi öyrənirik. Güclü kənd və güclü fermer, güclü dövlət və güclü iqtisadiyyat deməkdir. Buna görə də hər bir fermerlə sıx əlaqədə olmaq, onların mövcud ehtiyaclarını yerində öyrənmək xüsusi əhəmiyyət daşıyır. Təbii ki, hazırda olduğumuz kimi müəssisələrin yaradılması çox vacibdir. Belə müəssisələr əlavə iş yerləri yaradır. İlkin məhsul istehsalından son məhsulun əldə edilməsinədək tam dəyər zəncirini formalaşdırır. Bu isə iqtisadiyyatın güclənməsinə, ixrac potensialının artırılmasına və nəticə etibarilə ölkənin inkişafına töhfə verir. Qardaban və Marneuli bələdiyyələrində təsərrüfatçılarla görüşdük. Bu görüşlər zamanı dövlətin biznesin inkişafındakı xüsusi rolu bir daha aydın şəkildə özünü göstərdi. Biz açıq şəkildə gördük ki, məhz bu xidmətlər vasitəsilə sahibkarlar öz istehsallarını inkişaf etdirmək, insanları işlə təmin etmək və məhsullarının keyfiyyətini artırma imkanı əldə edirlər. Bu isə onlara beynəlxalq bazarlara çıxış üçün yeni imkanlar yaradır. Mən bu xidmətlərin göstərilməsinə görə Nazirliyə təşəkkürümü bildirir. Bölgəmizin sakinlərini dövlətin təqdim etdiyi bütün imkanlardan fəal şəkildə yararlanmağa və bu proseslərə aktiv qoşulmağa çağırıram. İstər dövlət imkanlarından güzəştli aqrokredit, istərsə də yeri gəlmişkən Gürcüstanda istehsal et proqramlarının dəstəyi ilə də çox vacib işlər gördük. Nəinki əvvəllərdə, bu gün də çox vacibdir. Bu gün olduğumuz müəssisə də bu kredit sahəsində mövcuddur. Xüsusilə bu müəssisə kredit sayəsində yaradılıb. Bu günə qədər biz dövlətin bizə verdiyi bütün imkanlardan istifadə edərək bu istehsalı inkişaf etdiririk. İşgüzar səfər çərçivəsində nazir Qırcanesi kəndində yerləşən Sabudara quşçuluq fermasında da Nutrimax şirkətində də olub. Sabudarada nazir broiler cinsli damazlıq quşların yetişdirilməsi və inkubasiya yumurtalarının istehsalı prosesini nəzərdən keçirib. Müəssisənin illik istehsal gücü 7 milyon inkubasiya yumurtası təşkil edir. Məhsullar yerli bazarla yanaşı Azərbaycan və Ermənistana da ixrac olunur. Nazir həmçinin heyvan və quşlar üçün kombinə edilmiş yem istehsal edən Nutrimax şirkətinin fəaliyyəti ilə tanış olub. Şirkətin illik istehsal gücü 80 min ton təşkil edir və müəssisədə 150 nəfər çalışır. Nutrimax Kənd İnkişafı Agentliyinin benefisiarıdır və 2015-23-cü illərdə müəssisənin inkişafı və müasir avadanlıqlarla təmin olunması məqsədi ilə güzəştli aqrokredit proqramından yararlanıb. Layihənin ümumi investisiya həcmi 8,5 milyon laridən çox olub. Agentliyin birgə maliyyələşdirməsi isə 1,27 milyon larini ötüb. Həm inkubasiya cücəsinin qoyulduğu damazlıq qrupuna, həm də cücələrin çıxdığı inkubatora baş çəkdik. Bugün 60 minlik cücə çıxdı. Bir hissəsi Ermənistan Respublikasına, bir hissəsi isə Gürcüstana paylanılır. Bizə gəldikdə isə 2006-cı ildən bəri damazlıqla məşğuluq. Bu, ən çox funksiyalı damazlıq qruplarından biridir. Həm yüksək məhsuldar ət cinslərinin damazlıq sürüləri, həm də kənd həyətlərində təsərrüfat üçün müxtəlif cinslər var. Kənd Təsərrüfatı naziri bizi ziyarət etdi Nutrimax şirkətində. Nutrimax şirkəti bazarda 2014-cü ildən bəri fəaliyyət göstərir. Biz heyvan yemi istehsal edirik. Həm ev heyvanları, həm də ferma heyvanları yemi var. Bizim 2 istehsalımız var.
Biz buna fonçalı yem istehsalı deyirik. Deyəsən burada dənəvarı yem istehsalı və it, pişik, həm də balıq yemi istehsal etdiyimiz ekstrusiya xəttimiz də var. İstehsal həm yerli bazar, həm də ixrac bazarları üçündür. Qazaxıstan, Ermənistan və Azərbaycana ixrac edirik. Moldovada da bir neçə şirkətimiz var. İnkişaf etməyə çalışırıq. Görüş zamanı istehsal imkanları, məşğulluq göstəriciləri və dövlət dəstəyi proqramları çərçivəsində həyata keçirilən layihələrə xüsusi diqqət yetirilib. Kənd Təsərrüfatı Naziri Marneuli Bələdiyyəsində Milli Qida Agentliyinin yeni regional ofisini açıb. David Sonqulaşvili müasir standartlara uyğun inşa olunmuş binaya baxış keçirib. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahələrində həyata keçirilən fəaliyyətlə tanış olub. Həmçinin agentliyin əməkdaşları ilə görüşüb. Görüş zamanı regional xidmətlərin rolu və aqrar sektor üçün keyfiyyətli xidmətlərin əhəmiyyətinə xüsusi diqqət ayrılıb. İşgüzar səfər çərçivəsində nazir Dəmiya Görarxı kəndində yerləşən istixana təsərrüfatına baş çəkib. Burada 1 hektar ərazidə yerləşən istixanada ildə təxminən 300 ton pomidor istehsal olunur. Hazırki dövrdə isə gündəlik ton yarım 2 ton məhsul yığılır və yerli bazarda satışa çıxarılır. Biz həm ilkin istehsal müəssisələrini, həm də dövlət proqramları ilə dəstəklənən qeyri-adi istixana təsərrüfatlarını, eləcə də emal müəssisələrini ziyarət etdik. Xülasə, əlbəttə ki, ilkin məhsulların çıxarılmasından emala qədər bütün istehsal dövrünün tam şəkildə başlanması vacibdir. Çünki təbii ki, bu dəyər zənciri nəticədə yerli istehsalın bir hissəsi olan idxalı əvəz etmə və ixrac potensialı üçün imkanlardan biri olan son məhsulu yaradır. Milli Ərzaq Agentliyinin Marneuldəki yeni binasına baş çəkdik. Dəmiya Görarxıda dövlətin dəstəyi ilə yaradılmış istixanalarda olduq. Marneulidə kənd təsərrüfatı istiqamətində bir çox layihə həyata keçirilir. Buna görə Kənd Təsərrüfatı Nazirinə təşəkkür edirəm. Dövlətin xüsusilə aqro sahədə bir çox dəstək proqramının olması çox vacibdir. Mən bugün Marneuli bələdiyyəsində olduğuna görə Kənd Təsərrüfatı Naziri cənab David Sonqulaşviliyə təşəkkür etmək istəyirəm. O yerli fermerlərlə görüşdü, onların çətinliklərini və problemlərini dinlədi. Əminəm ki, bu mütləq nəticə verəcək. Çox gözəl oldu. Çox təşəkkür edirik ministerimizə, çox təşəkkür edirik dövlətimizə. Bizə etibar elədiyinə görə, bizə etibar eləyib bu dəstəkləri verdiyinə görə biz də təbii ki, öz tərəfimizdən işimizi yerinə yetirməyə çox çalışırıq ki, dövlətə olan dəstəyimizi, importun qarşısını müəyyən miqdarda da olsa alınmasını, dəstək olmasını biz də əlimizdən gələni eləməyə çalışırıq.